Əziz Bakılılar və şəhərimizin qonaqları, bugün futbolumuzda bir reallıq var. Qarabağ Neftçi. Duellərin artıq sözün əsl mənasında ev sahibinə çevrilib. Son illərin statistikasına baxdıqda, bu ifadənin sadəcə bir bənzətmə deyil, tam mənası ilə həqiqət olduğunu görürük. Neftçi son 20 Qarabağ qarşılaşmasında 18 dəfə məğlub olub, yalnız bir dəfə heç-heçə əldə edib. Bu rəqəmlər Bakı klubunun Ağdam təmsilçisi qarşısında sistemli şəkildə çətinlik çəkdiyini açıq şəkildə ortaya qoyur. Bu vəziyyət yalnız Samir Abbasov dövrü ilə ölçülmür. Ondan əvvəlki məşqçilərin dönəmində də Neftçi Qarabağın oyun modelinə cavab tapa bilməyib. Abbasov hər maçdan sonra komandanın inkişaf etdiyini, oyunda pozitivlik gördüyünü desə də, Qarabağa qarşı nəticələr nə pressinqi, nə tempo artımını, nə də inkişaf etdiyi ifadəsini təsdiqləyir. Müdafiə və orta xəttdə güc qatmaq üçün gətirilmiş Sesi Dalmeda, kreativlik üçün transfer olunan İmad Fərəc, cinayət dinamizmi üçün gətirilmiş Christian Jostin də Qarabağın oturmuş sisteminə qarşı hələ ki real təsir göstərə bilmir. Taktiki eksperimentlər, hücum variasiyaları, pressinq yüksəlişi, bunların heç biri Qarabağın illərlə formalaşdırılmış stabil oyun fəlsəfəsi, kollektiv intizamı və dəmir nizamı qarşısında işlək görünmür. Qarabağ oyunun hər detalına hakimdir, tempə, dinamikaya, meydanın hər metrindəki qərara və bu üstünlük nəticələrə birbaşa yazılır. Tarixi reallıq və uzunmüddətli statistika göstərir ki, Neftçi bu rəqabətdə tədricən geri düşüb və artıq fərq təkcə komanda formunda deyil, klub strukturu və futbol fəlsəfəsində də hiss olunur. Sadəcə məşqçi dəyişikliyi və ya bir-iki transferlərlə bu uçurumu bağlamaq mümkün deyil. Neftçi köklü islahatlar etməli, sistemi yenidən qurmaya getməlidir və bütün bunların fonunda bir həqiqət dəyişmir. Qarabağ artıq ev sahibidir.